Rusiya Ukraynanın hörümçək toru əməliyyatından sonra xeyli narahatdır. Son olaraq Moskva əldə olan Tu-160 təyyarələrini ölkənin şərqinə yerləşdirib. Hazırda Rusiyada ümumilikdə 16 belə təyyarənin istismarda olduğu bildirilir. Eyni zamanda Ukrayna bildirib ki, həmin Tu-160'ların bəziləri hörümçək toru əməliyyatı çərçivəsində iyunun 1-dəki hücum zamanı zədələnib. Və sözügedən təyyarələrin Moskva üçün əhəmiyyəti nədir? Təyyarələrin cəbhə xəttindən kilometrlərlə uzağa yerləşdirilməsi Kiyevin zərbələrinin qarşısını ala bilərmi? Araşdırmışıq. Ukrayna pilotsuz uçuş aparatlarının aerodromlarına hücumundan sonra Rusiya ən bahalı hərbi təyyarələrini Kiyevin hədəfindən uzaqlaşdırıb. Telegraf nəşrinin verdiyi məlumata görə 2 Tu-160 strateji bombardmançı və raket daşıyıcısı cəbhə xəttindən 6000 kilometrdən çox məsafədə yerləşən Anadır aviabazasına köçürülüb. Aerodrom Alyaskadan təqribən 660 kilometr aralıda yaşayış olmayan Çukotka yarımadasında yerləşir. Aerodrom soyuq müharibə dövründə Rusiyanı Amerika Birləşmiş Ştatlarının potensial hücumlarından qorumaq üçün yaradılıb. Amma görünür Moskva Kiyevin təhdidləri fonunda sözügedən bazanı yenidən aktivləşdirib. Bunun ən böyük səbəbi də təbii ki, hörümçək toru əməliyyatı çərçivəsində Tu-160'ların bəzilərinin sıradan çıxmasıdır. Sözügedən texnikalar Rusiya üçün çox dəyərlidir. Belə ki, Tu-160 səslən sürətli bombardmançı təyyarələri nüvə silahı daşıya bilir və Rusiya arsenalında ən bahalısıdır. Hər birinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, Amerika bombardmançı donanmasının əsasını təşkil edən B-52 təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir. Nüvə silahları ilə təciz olunduğundan və onsuz da vurulmaz prinsipi ilə indiyədək bu silahların saxlanılması üçün açıq aviabazalardan istifadə edilsə də Ukrayna oyunun qaydalarını bir növ dəyişib. Ümumiyyətlə bu təyyarələr, Tu-160 təyyarələr, bunlar strateji nüvə daşıyıcı təyyarələrdir və bu strateji proqrama daxildir. Prinsip cəhətdən bu vasitələr nüvə belə deyək, obyektlərinə zərbə endirilməsi kimi qiymətləndirilir. Və bunların mühafizəsi də ona görə zəif idi ki, ona görə ki, onlar açıq dayanacaqlarda dayanmalıdırlar və peykdən daim bunlar izlənməlidir. Digər tərəfdən Rusiya Ukraynanın təhdidləri fonunda Tu-160'lara paralel olaraq başqa qırıcılarını da Anadır aviabazası və həmin ərazilərdəki hərbi bazalara yerləşdirə bilər. Sözügedən ərazilərin Rusiyanın şərq sərhədlərində yerləşməsi bölgəyə zərbələr endirmək üçün yüksək dəqiqliyə sahib balistik raket, hava və dəniz yollarından hücumlar tələb edir. Bu isə onsuz da hava və dəniz texnikaları baxımından zəif olan Kiyevin regiona əməliyyatlar etməsini imkansız edir. Qərbin Ukraynaya göndərdiyi raketlərin qısa mənzilli olması və S-400 kimi hava hücumundan müdafiə sistemlərinin bölgəyə yerləşdirilməsi də Anadır aviabazasının qorunduğunu deməyə əsas verir. Bilirsiniz, bu kifayət qədər uzaqda da, Kamçatkada da yerləşir və ora yalnız ya dəniz yolu ilə ya da hava yolu ilə getmək mümkündür. Təbii ki, Rusiyanın içində Ukraynaya kəşfiyyat məlumatları ötürülüb, bunu istisna etmək olmaz, amma Kamçatkaya gedib çıxmaq, orada qırıcıları, bombardmançı strateji təyyarələri məhv etmək çətin olacaq. Çünki artıq Rusiya oranı da havadan, həmçinin qurudan müdafiə sistemini gücləndirib, təhlükəsizlik tədbirlərini gücləndirib. Üstəlik, hörümçək toru əməliyyatından sonra Rusiya cəbhədə aktivliyini xeyli artırıb. Son günlər Rus hərbçilərinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Ukraynanın şərqində bir sıra ərazilər ələ keçirilib. Ekspertlər bildirirlər ki, Moskva bundan sonraki mərhələdə danışıqlardan çox hərbi uğurlara üstünlük verəcək. Bunun üçün isə yay aylarında hücumların sayı tədricən intensivləşəcək. Bildiyimiz kimi, hörümçək toru əməliyyatından sonra Rusiya tərəfi Tu-160 təyyarələrini sərhəddən uzaq bir məsafəyə aparmışdır. Prinsipcə, PUA-ların çatma məsafəsi məhduddur, ancaq buna baxmayaraq zəmanət verilə bilməz ki, Ukrayna tərəfi həmin məsafəyə PUA hücumları edəcək ya yox. İkinci məsələ ondan ibarətdir ki, Rusiya tərəfi maksimum dərəcədə Ukrayna şəhərlərinə doğru irəliləyərək daha çox ərazi tutmaq niyyətindədir. Görünən olur ki, Rusiya tərəfi yay aylarında daha böyük ərazilərə, daha çox ərazilərə hücum planı
hazırlamışdır. Ukrayna hər nə qədər yeni nəsil PUA-lar və Qərbin dəstəyi ilə Rusiyaya qarşı mübarizə aparsa belə, diqqətdə saxlamalı bir məqam var ki, Moskva proseslərin və 4 ilə yaxın müddətdir davam edən savaşın öz əleyhinə bitməsinə icazə verməyəcək. Rəsmi Kiyev isə Rusiyaya qarşı hörümçək toru tərzində hərbi əməliyyatlara davam edərsə, Moskva daha sərt tədbirlər görə bilər.